3 ədəd yumurtanın üzərinə stakan yarım şəkər tozu əlavə edib mikserlə ağarana dək qarışdırıram. Üzərinə 1 stəkan duru yağ, ev temperaturunda 1 stəkan süd, 1 çay qaşığı qabartma, 1 çay qaşığı vanil, 3 stəkan ələnmiş unu az-az əlavə edib hazırlayıram. Hazırladığım kütləni əvvəlcədən hazırladığım keks qablarına 2 xörək qaşığı olmaqla əlavə edirəm. Əvvəlcədən qızdırılmış 180 dərəcəli sobada bişməyə qoyuram. Qeyd edim ki, südlə hazırlanan kekslər çox dadlı, çox ləzzətli və çox yumuşaq olur. Buyurun, siz də hazırlayın, nuş olsun. Videolarımı davamlı görmək istəyirsinizsə, səhifəmə takib atın və videolarımı bəyənməyi unutmayın.